Əzizlərim, analarım, qardaşlarım, bacılarım, diqqət eləsiz, biz bu yolu çox rahat gedirik. Ərbəyinə hazırlaşanda ən rahat şəfiyi götürürük, ən rahat geyimi götürürük. Amma xanım Rüqəyyə qumun üstündə ayağına tikan bata-bata qaçırdı o tərəf bu tərəfə. Ya sen ki həmişə vermisən izzət mənə, indi fəraqun eyləmə adət mənə. Hüseyin can, şeşquşə qəbri gəl elə qismət mənə. Ay mən